Məsələ 4. Hansı böyükdür? Loqaritma 1000 əsasdan 1001 yoxsa 1001 əsasdan 1002? Verilən misaldan görünür ki, əsas loqaritmik altı ədəddən bir vahid kiçikdir. Əsas loqaritmik altı ədəddən bir vahid kiçik. Ona görə ümumi halda y bərabərdir. Loqaritma x əsasdan x plus 1 funksiyasına baxıram və törəmənin köməyi ilə bunun artan azalan olduğunu göstərək. Y eşitdir bərabərdir. Keçirəm y əsasa funksiyanı olacaq ln x üstəgəl 1 bölək ln x1 əsasdan başqa əsasa keçmə düsturundan ifadə elədim. Bunun törəməsi, kəsirin törəməsi kimi alırıq. Bu bərabərdir məxrəcin kvadratı ln kvadrat x ln x plus 1-in törəməsi verir 1 bölək x üstəgəl 1 vuraq ln x məxrəc çıxaq surət vuraq məxrəcin törəməsi 1 bölək x verir. Surət isə ln x plus 1. Və burada ortaq məxrəcə gətirik x vuraq x plus 1 olur məxrəcdə vuraq ln kvadrat x. Surətdə olacaq x ln x çıxaq x üstəgəl 1 vuraq ln x üstəgəl 1. Və baxırıq surətə də məxrəcə də. Məxrəc x üstəgəl 1 vuraq ln kvadrat x hamısı müsbət ədəd olduğundan böyükdür sıfırdan. Surət isə x ln x çıxaq x üstəgəl 1 vuraq ln x üstəgəl 1. Bunlar kiçik ədədlərdir. Kiçik ədədin hasili kiçik, böyük ədədlərin hasili böyük. Bu isə kiçikdir sıfır olur. Onda y eşitdir kiçikdir sıfır alırıq. Buradan da çıxır ki, y funksiyası azalan funksiyadır. Yəni loqaritma 1000 əsasdan 1001 azalan oldu. Bu böyük olacaq. Loqaritma 1001 əsasdan 1002. Sualın cavabı loqaritma 1000 əsasdan 1001 böyükdür loqaritma 1001 əsasdan 1002.